Avropada birləşdirərək özümüzə maşın alırıq. Bölüm 24. Mənim 23 yaşım var və bu həyatda öyrəndiyim nadir şeylərdən biri də odur ki, davam eləyəsən. Yəni, yaralanasan, yarağı bağlayasan və davam eləyəsən. Yerə yıxıldın, güc tapasan, ayağa qalxasan, davam eləyəsən. Yağış yağacaq, sınacaq bir yer tapasan və yenə də davam eləyəsən. Yəni, həyatda başına nə qədər də pis işlər gəlsə belə, nə qədər də vəziyyət pis olsa belə, hər zaman güc tapasan və davam eləyəsən. Çünki bunun başqa bir yolu yoxdur. Əgər yıxılsan və yıxıldığın yerdə qalsan, orada da qalasan və sənə də heç kim köməyə gəlməyəcək. Amma ən azından güc tapıb, yıxıldığın yerdən ayağa qalxıb, davam eləsən, həyat sənə hər zaman bir fürsətlər təqdim eləyəcək və o fürsətləri də sən yaxaladığın vaxtda səni saxlayan heç kim olmayacaq. Ona görə də həyatda hər zaman davam elə.